Bugünkü yeməyimizin adı nədir? Mac and cheese. Mac and cheese'dir. Necə hazırlanır mac and cheese? Nədən hazırlanır? Pendirlə pomidor. Pendirlə makaron. Pendirlə makaron. Amerikan mətbəxinə aid bir yeməkdir. Mac and cheese. Şu an dediyi kimi, tələbəmizin dediyi kimi. Makarondan, makarondan gəlir. Cheese də pendirdəndir, onun birləşməsindən. Bugün tərəvəzli və toyuqlu mac and cheese hazırlayırıq. Yan tərəfdə nəyimiz var? Soğuzumuzdur. Yan tərəfdəki də göbələk soğusumuzdur. Steaklərdə istifadə olunan göbələk soğusumuzdur. Bir saniyə. Bunu bu şəkildə edirik ki, göbələk qaymaqla yağ ayrılmasın, emulsiya olunsun deyə. Biz sonra indi nə edəcək bunu? Peç əlavə edəcəyik. Peçdə pişirəcəyik, təzədən özünü tutsun deyə. Ondan sonra da servis edəcəyik.